Salamünaleyküm yoldaşlar, hər vaxtınız xeyirli olsun, gününüz uğurlu keçsin inşallah. Bugün 6-cı gündür, məlum məsələ market işləmir, bazar bağlıdır və biz 6-cı gün və bazar günləri nə edirik? Forex-də məşğul olan insanlar və ticarətçilərimiz nə edirik? Biz bu günləri backdays edirik, tamam inşallah. Backdays-i bugünkü gündə sizə, yəni mən necə işləyirəm? Yəni gözü yarı aparacağam əməliyyatları hamısını. 10 əməliyyat aparacam, görək neçə TP-miz olacaq, neçə stop loss'umuz olacaq. Bu da ki, məlum məsələ belə bu variantı çubuqlarla göstərəcəyəm sizə ki, düşür ya da qalxır. Tamam inşallah. Haydi bismillah. Getdik, chartı yığırıq. Backdays necə edilir sualını mənə verməyin. Bax, backdays-i mən necə edirəmsə siz də elə edin. Çəkin arxaya qrafiki görmədiyiniz bir yerə. Tamam. Çubuq orta rallilərə qoyaq ki, arxa chartı da heç olmasa görməyə biz üçün şərait yaransın. 5 dəqiqəlik də baxırıq. Charta. Tamam. Getdik. Tamam, baxırım marketə. Market bizə nə demək istəyir, nə çalışır. Bir dənə uzun vadeli işlem tutacağım sizin. Uzun vadeli işlem və nəticə boom. İndi baxırıq hələ ki. Все. Neydi abi? Abi, ben şey dedim. Senin bu bayrağı da akt hatırlayacağım. Biz kol çektik ama senin de hipyetten gelen kol çekildi. Ha olsun. Yapalım mı? Yok. Bomba kimi. Ha все uşaqlar üzülü sayım. İndi bax məsələn bura alanı aldı, tamam mı? Biz indi uzun vadeli işlem aparan şəxslər $100 yatırım edirsiniz, tamam mı? $100 yatırım edirsiniz, stop ender bölgesi. Yo, burada SP'miz var. SP var. SP. Qoy düşsün biraz. Riskli diye uşaqlar. Burada enter bölgesi alıb da qalxa bilər. Sadəcə SP bölgesi və SP bölgesi artıq bizim mənim 99% arxanın olduğum alandır. Aşağıdadır o da. Ay sağ ol. Tamam uşaqlar. Burada məsələsi artıq ayda de buradan. Bu qırılımdan. Və buradakı market qırılımından, tamam mı? Dem deyil uşaqlar. Baxın. Yox, yenə bu qane etmir məni. Mənim enter bölgəm buradır uşaqlar. Bura gəlsə artıq mən buy pozisyonuna girəcəm. Çünki bu qane etmir də gəlib stop eləyə bilər bizi. Yox, getdi. Ayıb. Enter bölgəm buraydı mənim. Bura gəlsəydi uzun vadeli işləmdə belə apardım. Bura artıq alındısa pis yox qardaş. Oradan girirəm yaxşı lotlarına, başa düşdünüz. Qəşəng lotdan sadəcə bu burada mənə fake etdi. Görürsünüz? Manipulyasiya elədi. Olsun, heç bir problem yoxdur. Qoy getsin chart. Chart getsin, yolunda davam eləsin. Tamam, buradan. Bu məlum məsələ. Bu bura qalxacaq və buradan düşəcək ta bu hissəyə qədər. Tamam inşallah. Və buradan girəydi məsələ bura qədər. Gördünüz? Gəldi. Məlum məsələ bu. Toçka. Göz yarı. Göz yarı aparıram əməliyyatı. Gördünüz? Toçka. Ya bu da hardasa neçə PPSD qalan eləyir. Bu buradan girdiyi məsələ 78-dən 33-ə qədər. 78, 33, vaş. 40 neçə PS edir uşaqlar. Bu zarafat gəlməsin sizə. Yəni ki, mən bugünkü gündə stratejilərimi sizə göstərmək istəyirəm, sübut etmək istəyirəm ki, yəni qardaşım, mənim stratejim işləyir də. Niyə görə mənə baş ağrısı olsun? Niyə görə danışırsınız boş-boş? Çünki siz ümumiyyətcə, yəni ki, hamısına aid deyil uşaqlar. Yəni ki, bu mənə yazan şəxslərə aiddir. Onları sübut kimi daskadani göstərmək istəyirəm. Nəysə, davam bro, davam. Aha, burada baxırıq, marketin yəni manipulə elə, aşağı ver. Ver də aşağı. Bu qaqaş getdi. Tamam. Vəziyyət. Buradan sel yaşamalıdır. Bax, buradan sel. Buradan artıq buradan sel. Bu xəttə qədər. Gördünüz? Değdi, uçdu. Değdi, uçdu. Samolyot. Gördünüz inşallah. Belə işləyirik. İndi market getsin.
Bu gün məsəl üçün tutam ki 2 əməliyyat açdıq. İkisi TP oldu. Biri də ki qılaqıl getdi. O da TP olacaqdı. Sadəcə bizi manipulyasiya elədi və giriş eləyə bilmədi. Enter bölgəsinə gəlmədi. İndi getsin market. Tamam. Qoy. Aha, gedir. Məlum məsələ. Biraz da getsin aşağı. Tamam. Buradan buy. Aşağı xətti alsın. Tamam. Buradan indi gözləyirik. Hələ ki bax girmirik əməliyyata. Mənə əsasən enter bölgələr lazımdır. Tamam. Bu silək. SP. Burada SP'miz var bizim. Qoy gəlsin. Tamam. İndi mən buradan uzun vadəli işlem aparıram. Uşaqlar scalp eləmirəm. Uzun vadəli işlem aparıramsa mənə enter bölgəsi lazımdır. Bildinizmi? Çünki 5 dəqiqəlikdə baxıram. Mən uzun vadəli işlemlərə baxıram. Gəl aşağı gəl. Gəl. Bax burada bir dənə qəşəng kompozisiya var. Bir dənə ayda bir dənə çat verir də aşağıda. Nə deyək uşaqlar? Bir dənə bu xətti ölçsün belə. Məsafə uzanıb. Məsafə uzaqdır. Bu açaq. Ayda. Bu açaq. Tamam. Bu aşağı alanı alsın. Aya. Tamam. Tamam aldı deyəsən. Aldı. Ifsio. Buradan bu alana kadar giririk buy pozisyonu. Problem yoxdur. Baş stop elədə məsələn 50 dollar zəng düşdü. Tezdən əmin o bölgədən girirsən. Çünki manipulyasiya edir uşaq. Nə etsəniz manipulyasiya düşürsüz. Sadəcə düşdüyün anda da ki, heç bir problem yoxdur. Məsələn 50 dollar itirmisəsə burada avtomatik 250 dollar üzr istəyirəm. 200 dollar, 250 dollar kardasınız. Bu yəni mən bu dəqiqə çox rahatam ki, qardaş. Bax görmürəm ki, həmin pozisiyonu. Mən çox arxayınam, özümə də güvənirəm ki, bu buy pozisyonuna gedəcək ora inşallah. İnşallah deyim. Ya Allah. Hadi bütün bakla görürsünüz. Bu nədir? Bu liktasyon aldı. Yəni yetərlidir uşaqlar. Bu qədər qalxıb sən çıxmayacaqsınız. Bir balaca TP alanı qalıb. Bir balaca hardasa deyim sizə bir dəqiqə bu bağlayaq. Hardasa uşaqlar. 37 3 PPS qalan qalıb da indi o qədər önəmli deyil. Siz buradan enter bölgəsindən bu alandan burada məsələn gəldi, burada girdiniz də, burada bir dənə balaca stop elədi, buradan daxil oldunuz enter bölgəsi olaraq. Tamam mı? Siz buradan giriş etmisiniz mesela. 297'den abiler 335'e qalxıb. Bu zarafat PPS deyil. Bu sizdən ora görəcək. Məcbur gəlsin aşağı düşsün sonra. Gördün? Aşağı düşsün çünki bu zonalar qalıb. O yüzden. Yəni gəlib çıxıb da o sizdə. Mən demişdim, o birisi dərsində də bildirmişdim ki, yəni ola bilsin ki, bu almayıb da düşə bilər. Başa düşdünüz? 1-2 PPS'lik alandır. Çünki burada fiyatlar cəmləmə stimulizasiyası bu alandır. Başa düşdünüz? Görürsünüz bir balaca PPS qalır. Olan şeydir o bomba kimi, yəni bu qədər PPS qalxıbsa, yəni yetərli olar da mən biləm. Tamam, bu bölgəni aldı. Bu bölgədən sonra bura qədər yenə buy giririk uşaqlar. Gördünüz? Uçdu getdi, gördünüz? Yenə də buy giririk, gördünüz? Uça gedir. Yəni maşallah 1, 2, 3 uzun vadəli işləmdə hamısı gəlir maşallah. Yəni bu getdi.